Son günlər Ukraynada sülh razılaşmasından əlavə Moskvaya qarşı sanksiyalar, onların ləğvi perspektivi və qaçan qərb şirkətlərinin geri qaytarılması hazırda fəal müzakirə mövzusudur. Kreml Birləşmiş Ştatlarla danışıqlar prosesi çərçivəsində sanksiyaların heç olmasa bir hissəsinin götürülməsini istəyir. Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkə bir sıra xarici şirkətlərin daxili bazara qaytarılması ilə bağlı qapalı danışıqlara başlayıb və qayıtmaq istəyən hər kəsə xoş gəldin deməyə hazırdır. Baxmayaraq ki, eyni zamanda eyfariyaya düşməməyə çağıran səslər var. Yəni, Rusiyalı politoloqlar hesab edirlər ki, çəhrayı proqnozlar üçün hələ tezdir. CBC kanalı da belə bir xəbər paylaşıb ki, Amerika Birləşmiş Ştatları Rusiya banklarına və enerji sektoruna yeni sanksiyalar tətbiq edir. Belə bir fikir var ki, bu danışıqlar taktikasının bir hissəsi ola bilər. Sanksiyaların sərtləşdirilməsi Rusiya şirkətlərinin Birləşmiş Ştatların ödəniş sistemlərinə çıxışını çətinləşdirəcəyi, həmçinin digər ölkələrin Rusiyada neft almasına əngəl yaradacağı deyilir. Telekanal bunun neftin dünya bazarında dəyərinin $5 bahalaşmasına səbəb olacağını təkid edir. Maraqlısı isə budur ki, məhdudiyyətlər Vaşinqtonun Moskvanı Ukrayna münaqişəsində 30 günlük atəşkəsi qəbul etməyə razı salmağa çalışdığı bir vaxtda tətbiq edilir. Amerika Birləşmiş Ştatları və Rusiya arasında münasibətlərin yumşalmasına baxmayaraq, xarici şirkətlərin geri qayıtma planları qeyri-müəyyən olaraq qalır və onların geri qayıtması üçün şərtlər qəbul edilməz ola bilər. Heç kim onları duz çörəklə qarşılamayacaq və qollarını açmayacaq. Sanksiyalarla bağlı qərar biznes səviyyəsində deyil, hökumət səviyyəsində qəbul edilir. Bu isə xarici köçürmələrin yerinə yetirilməsinə təsirli şəkildə mane ola bilər. Qərb şirkətləri belə şərtlər altında geri qayıtmaqdan imtina edə bilərlər. Bu arada Avropa İttifaqı da anti-Rusiya məhdudiyyətlərinin 17-ci paketi üzərində işləyir. Brüssel əmindir ki, sanksiyalar istənilən nəticəni verir. Avropa Komissiyasının Xarici Əlaqələr üzrə komissarı Kaja Kallas belə deyib. Rusiyanın tərəfdaşı olduğunu gizlətməyən Macarıstan baş naziri Viktor Orban isə Avropanın məhdudiyyətlərini yavaşlatmaq üçün əlindən gələni edir. Lakin Avropa İttifaqı Macarıstanın vetosunu ləğv edərək Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə 2025-ci ilin sentyabrın 15-nədək uzatmağa razılaşıb. Vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq, biznes sahibləri hər zaman maksimum qazanc əldə etməyə çalışırlar. Rusiyanı tərk edən xarici şirkətlər başa düşürdülər ki, müəyyən müddətdən sonra geri qayıtmalı olacaqlar. Çünki hərbi münaqişələr başlayır və bitir. Lakin ölkələr arasında iqtisadi əlaqələr qalır. Görünən odur ki, Rusiya danışıqlar prosesində çeviklik nümayiş etdirməyəcək təqdirdə Tramp da sanksiyaları gücləndirəcək. Sanksiyalar hələ də götürülmədiyindən və səfirlik açılmadığından yumşalmadan danışmaq hələ tezdir. Yaxın gələcəkdə ən çox ehtimal olunan nəticə ikinci dərəcəli sanksiyaların yumşaldılmasıdır. Bu sanksiyalar Rusiyaya məhdudiyyətlərdən yan keçməyə imkan verən üçüncü ölkələrin şirkətlərinə yönəlib. Bununla belə ekspertlər deyirlər ki, Rusiyanın Avropa İttifaqı ilə olan ticarət dövriyyəsi Birləşmiş Ştatlarla müqayisədə daha çox idi. Lakin görünən odur ki, Brüssel Vaşinqtondan fərqli olaraq onları ümumiyyətlə ləğv etmək deyil, əksinə gücləndirmək niyyətindədir və bütün bunlar Qərb dünyasının iki qütbü arasında ticarət müharibəsi fonunda baş verir. Onların münasibətləri göz qabağında pisləşir. Yəni, anti-Rusiya sanksiyaları belə Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı arasında ziddiyyətlərdən birinə çevrilə bilər. İstənilən halda məhdudiyyətlərin ləğvi Moskvanın maliyyə bazarları üçün müsbət haldır. Ancaq Ukrayna ilə bağlı suallar hələ də qalmaqdadır. Çünki o, Trumpın tələb etdiyi nadir torpaq metalları ilə bağlı sazişi imzalamayıb. Yəni, müvəqqəti danışıqlar adətən çox kövrək olur və tez-tez pozulur. Buna tələsik reaksiya isə yanlış başlanğıc ola bilər.